Bugün ixtişaşlar baş verir sokaklarda. Bu ixtişaşlar kim yaradır? Ezikən deyir, üsyancılar böyük əksəriyyəti terrorçular da dışarıdan gəlib. Batı dünyası, Amerika deyir ki, bu rejimin özüdür. Hərə özündən atır, qarşı tərəfləri burada günahkar çıxartmaq istəyir. Amma millət də səni izləyən insanlar da nə olduğunu tam bilmirlər. Doğrudan burada rejim nəli ola bilər, ya Amerika nəli ola bilər, necə ola bilər, o haqda dəqiq bilgi olmur. Bilgi olmasın, belə anlayış olmalıdır. Xatırlayırsınız, elə bugün hər halda ayın 12-sidir, eləmi? 12-si, 13-ünə keçən gecə, bilirsiniz, Azərbaycanda, Bakı şəhərində 90-cı ildə böyük ixtişaşlar oldu. Azərbaycan Xalq Hərəkatının aparıcı gücü Azərbaycan Xalq Cəbhəsinin yanvar ayının əvvəllərində Elmlər Akademiyasında keçirilən qurultayında təşkilatı strukturunu dağıda bilmədiklərinə görə Moskva tərəfindən qurulmuş böyük tuzaqların içərisində idi Azərbaycan. O zaman 1990-cı il yanvar ayının 12-sindən 13-ünə keçən gecə Nemət Pənahlı ilə Rəhim Qaziyev Komünist Partiyasının Mərkəzi Komitəsinin binasında Polyanişko ilə görüşəndən sonra ASTV-də, Azərbaycan Dövlət Televizyonunda çıxış edib, Azərbaycan Xalq Cəbhəsinin heç nəyə layiq qadir olmadığını, Milli Müdafiə Şurasının yaranmasını elan etdilər. Milli Müdafiə Şurasını elan edəndən sonra gecə ilə şəhərdə qırğınlar və pogromlar başladı. Hətta xatırlayıram, Hökumət evinin arxasında 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən bir erməni qadının, 90 yaşında bir erməni qadını atmışdılar. 9 mərtəbədən yerə. Bakının ayrı-ayrı yerlərində böyük pogromlar başlamışdı. Və təbii ki, bu pogromları başladanlar xidmət orqanları idi. Onu rəhbərlik edən. Amma o zaman ermənilərə acıq olan, qıcıq olan, nifrət edən kütlələr də o işə qoşulmuşdu. Başlayan kim idi, qoşulan kim idi. Bu bizi yaşamışıq. Və təbii ki, o dönəm niyə o hadisələr baş verdi? İllərdir biz müzakirə edirik, hələ bir sonuc əldə edə bilməmişik. Zaman keçir, hadisənin bəzi yerlərini biz korrekt edirik, sıradan çıxarırıq, kimisə xətrinə dəyər demirik. Və zaman keçir, başqa bir hadisələr baş verir, biz onun əziyyətini çəkirik. O zaman xatırlayırsınız, böyük pogromlar olan günü Müdafiə Şurasını elan edəndən sonra da nəhayətdə bu olaylar bizi 1990-cı ildə 20 yanvar apardı və Rus qoşun yerildi. Və bütün silah növlərindən də istifadə etdilər. Yazov o zaman bir açıqlama vermiş ki, biz Bakıya Azərbaycan Xalq Cəbhəsi strukturlarını darmadağın eləməyə gəlmişdik. Sonra bir açıqlama getdi ki, Azərbaycanda dini İslam dövləti qurulurdu, biz onun qarşısını almağa getmişik. Xatırlayırsınız burada bunları. Gerçəkdən də o zaman Primakov Allah şükür Paşazadəyə təklif eləmişdi ki, hakimiyyəti öz üzərinizə götürün, bir dini dövlət qurulsun. Sadəcə görünür, Allah şükür Paşazadə məsləhətləşdi, gördük ki, xalq ona hazır deyil. O hakimiyyəti götürmək istəsə əlində qalacaq və onun altına çıxamayacaq. İmtina etdi. Amma o dövrdə də xatırlayırsınız, qırğın gedən zaman elə bugün yanvar ayının 12-sindən 13-sünə keçən gecə ASTV-dən Milli Müdafiə Şurasını elan edən Rəhim Qaziyev və Nemət Pənahlı İrana qaçdılar. Niyə İrana getdilər? Bu əvvəldən mi planlaşdırılmışdı? Məqsəd nə idi? Bunların hamısı qaranlıq qalıb. Bugün onları biz müzakirə o zamanında eləsəydik, bugün bir çox doğru və düzgün təhlillər edə bilərdik. Eləməmsiniz bu mövzu, məncə sizin dəfələrlə müzakirələrimiz olub, amma bəzi heyvanlar var ki, o zaman özə çıxır. Bununla bağlı Rəhim Qaziyev, Nemət Pənahlının açıqlamaları onlar hərəsi bir cürə yozub, bir deyir, qorunmağa getmişdir. Amma hadisələr və olaylar göstərir ki, mən düşünürəm, hər halda bunlar Polyanişko ilə görüşəndə, bu da indi bir müzakirəli məsələdir. Görünür, hansı addımlar atılacaq? Azərbaycanın taleyi necə olacaq? Görünür, orada Azərbaycanda dini dövlətin yaranmasına bunlar razılıq verirlər. Çünki bunlar Tehrana ona görə qaçıblar ki, burada dini rejim qayda olanda onlar Tehrandan bura Əyətullah kimi gəlsinlər.